Tanrı şərqə çox nemətləri səxavətlə, bol-bol bağışlayıb. İşığı, günəşi də, elə işığın, günəşin bir ayrı görüntüsü və rəmzi olan istedadı da, təbii sərvətləri və təbiətin gözəlliyini də, xoş ilmi və mənəvi zənginlikdən deyən adətləri, ənənələri, dəyərləri də. Amma heç vaxt saadətlər onları müşayiət edən acılarsız, sıxıntılarsız da olmur. Hələ 20-ci əsrin başlanğıcında Böyük Cəfər Cabbarlı da məhz bu cür düşündüyündən belə yazmışdı. Ey şərq, sənin üstündə cahan çarpışıyorkən, aləm səni bölməkdə səadət bölüşürkən, övladın əsarətdə yazıq, can çəkişirkən, hala da sükut etmədəsən, ey evi bərbad, kimdən əcəba ummadasan dərdinə imdad? Rahib kimi qovğayı həyata həvəsin yox, tərpənmədəsən kölgə tək, amma nəfəsin yox. Məhbəsdəsən ancaq ki, dəmirdən qəfəsin yox, zəncirini qırmaz nə tərəhhüm, nə də fəryad, əsr indi dəmir dövrü, barıt dövrüdür heyhat. Dünyanı əsir eylərkən bir ovuc altun, hər millət öz azadəliyin qurşuna mədyun. Əsrin sözü top, haq sözü top, tanrısı qurşun, acizliyə qalsan, edən olmaz sənə azad. Hər gün sənə sahib olacaq bir yeni cəllad, döndər günəşin atəşə, saç qərbə, şimalə, topla nə gücün varsa, giriş qəti icdalə. Ya haqqını al, ya əbədi öl, laməhalə. Qoy gülləri ya qan sulasın, yaxud ədalət, qoy ya bəşəriyyət yaşasın, yaxud əsarət. Söz yox, bu misraların çılğın bir vətənpərvər şairin qələmindən və ruhundan qopduğu günlərdən keçən bir əsrədək uzun müddətdə dünyada çox şey dəyişib. Şərq çox yüksəlişlərə çatıb. Ancaq şərqin daha bəxtiyar və layiq olduğu indikindən də yüksək tərəqqi zirvələrini fəth etməsi üçün hələ gərək çox işdə görülə, çox mübarizələr də aparıla. Bunun üçünsə şərqi, onun tarixini, şərq xalqlarının dünənini, bugününü, mənəvi dünyasını gərək daim öyrənəsən, bu gözəlliyi daha yaxından tanıyasan və tanıdasan. Şərqşünas Əsmət xanım Məmmədova bu sevdaya ömrünün 60 ildən çoxunu həsr eləyib və bugün də əvvəlki şövqü və sevgisi ilə həmin şərəfli yolla irəliləməkdədir. O dövrün insanları o qədər təbii insanlar idi ki, o qədər belə vəzifəşünas deyirlər farslar, vəzifələrini bilən insanlar, insanlara açıq idilər. Hər bir insanı, hər bir düz yolda olanı istəyirdilər ki, kömək eləsinlər. Əsmət xanım dünyaya gələndə onun ata-baba yurdu Abşeron da, bütün Azərbaycan da, Azərbaycanın o zamanlar tərkibində olduğu Sovet İttifaqı da hələ sülh içində idi. İkinci Dünya Müharibəsi bütün şiddəti ilə davam edirdisə də, buralar hələ müharibə səksəkəsindən çox uzaq idi. Ancaq bir neçə ay keçəcək 1941-ci ilin yayından etibarən o dəhşətli müharibə bütün sarsıntıları ilə 4 ildən artıq bir müddətdə Azərbaycan insanının da həyatından keçəcək. İndi ömrün müdriklik yaşında Əsmət xanım müəllimə özünü xoşbəxt sayır ki, həyatı uzunu qazandığı bütün uğurların yanında ona qismət olmuş 2 zəfərli gün də var. Dünyanı dərk eləməyə başladığı uşaqlıq illərində, qəfilcə milyonlarla insanın həyatına köksə sığmayan sevinç gətirmiş faşizm üzərindəki qələbə
bir də artıq ömrün ahıl çağında onun və bütün millətin varlığını indiyəcən yaşanmış səadətlərin ən alisi ilə doldurmuş Qarabağ savaşındakı misilsiz zəfər. Əsmət xanım Məmmədova indi çox uzaqlarda sayrışan 1960-cı ildə anasının tövsiyəsi ilə fars və ərəb dillərini mükəmməl bilən, öz dövrünün tanınmış ziyalısı, repressiya qurbanı, ana babası Əbdülqasim Şəkərzadənin əziz və niskilli xatirəsinə ehtiram əlaməti olaraq şərqşünas olmağı qərarlaşdırmışdı. Azərbaycan Dövlət Universitetinin, indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə yüksək balla qəbul olunmuşdu və artıq 70 ilə yaxındır ki, Əsmət xanım müəllimə həmin yolu getməkdədir və bütün bu illər ərzində də sabit sədaqətlə həmin doğma Şərqşünaslıq fakültəsində çalışmaqdadır. Əsmət xanım Məmmədovanın ömründəki arxada qalan illərsə yetişdirdiyi yüzlərlə qabil tələbə, elmimizi zənginləşdirən çoxlu kitablar, silsilə məqalələr deməkdir. Əsmət xanım Məmmədova ömrü boyu bu işləri çox sevdiyi vətənini və şərqi daha parlaq etmək üçün sönməz həvəs, usanmazlıq və məhəbbətlə yerinə yetirib. Kaş bu cavan ruh və çalışmaq, yaratmaq, yetişdirmək eşqi dəyərli alimimiz və müəllimimiz Əsmət xanım Məmmədova ilə hələ çox illər boyu birgə qalsın.